Biz çatdıq Zarata. Muhteşem. Heç görməmişdim. 5 barmaq dağını indi gördüm amma burada. Mən sizə HR komandamızı göstərəcəm. HR komandası Zaratda. Düz qabaqda dəniz görünür. Mən çəkəcəm. İzləmədə qal. Ofisimiz də çəkəcəm. Mən hələ çəkə bilməmişəm. Bura 5 barmaq dağıymış. Amma 5 barmağa oxşamır yəni. Nədənsə barmağa oxşamır. Bilmirəm, bəlkə də mən oxşada bilmirəm, o da ola bilər. Şəhərbanım bizim köhnə təcrübəçimizdir, yəni mən hal-hazırda Kod Akademiyada HR təcrübəçiyəm, məndən əvvəldə Şəhərbanım idi. İndi o bizi evinə qonaq çağırıb, mən də arsız durub gəlmişəm. Cəmi bir dəfə, 2 dəfə görmüşəm Şəhərbanım əslində, amma atqaz yoxdur, mən də bilirsiniz qonaqlığa həmişə hər deyirəm. Onu görə durub gəlmişəm. Niyə də yox da, niyə də yox yəni. Naş olsun. Qəşəngdir, həqiqi. Oydancı bitib. Bunlar hələ şeydir. Qəşəngdir. Hörümçək torları da var. Nəsə ola bilər. Aha. Marteniçkanızı. Bu arada mənim qolumdadır, amma bu değildi mən bağladığım, o biri idi. Nə olsun, biz ağaca bağlanmışıq ki, ağacına. Aldım, mən də tutum da Arzu. Qoy tutum. Daha yuxarı çatdıracaq vasitələr hamısı burada. Arxa fondakı mahnı vapşı. Biraz tərəddüddəydim maşına görə, amma gəldim. Ay yox, pəki də oturum, ayaq hazırlaşım zat. Sonra dedim, yox, get, yaxşı gəlmişəm, çox maraqlı keçir. Başlayanda maşında çox səs var idi, mahnı səsi də, çox mühtəşəm mahnılar var idi, qulağımız biraz qanadı. Çəkə bilmədim maşında, dedim səndən sonra çəkərəm də. Yol da çox rahat idi bu arada, cəmi 1 saat hızda gəldik, çatdıq da yəni. Mən 20 yanvara heç getməmişəm, bir dəfə getmişəm, indi 2-ci dəfə getdim. Bu dəfə olacaq falan, amma normal oldu yəni, heç kimi yemədim. Heç kim adam öldürmürlər yəni, Nuray, niyə bu qədər kasırsan? Əslində bizdə Nabrandakı bağa oxşuyur biraz. O şey verir, vibe verir elə bil mənə bir növ. Bəlkə Orhan, nə demək istəyirsən mənim videoma? Nə demək istəyirəm? Demək istəyirəm ki, hava çox mühtəşəm. Çox qəşəngdir. Bəli. Sənin yanında da gülüm qəşəngdir. Ya. Orhan, nə demək istəyirsən? Mən demək istəyirəm ki, biz çox gözəlliyik. Bəli, hava çox gözəldir. Biz çox xoşbəxtlik, yiyirik, içirik, ələyir. Şən kollektiv. Belə harda var belə kollektiv? Elə bizdə. Elə bizdə. Elə bir dənə kodda. Necə videonu benim mənəm. Salam kəndi, necəsən kəndi? Gəl. Bunu vlog üçün çəkirəm. Hə, şey var. Nurayın vlogu üçün. Şeydir. Sənin bloqun. Yaxşı performans göstərin. Həyat səni çəkirsən. Sizi YouTube-da göstərəcəklər. Yaxşı oynayın. Hə, yaxşı acı. Celebrity zət olacaq. Oynayırıq. Neysə şəkil çəkdim. Arka fonda görürsən, bana elleri güzel, hayat seni sevince güzel. Bana ömrümü verdi. Ey Nazlı güzel. Gelin burada başkası olmaydı ama neyse de. Biraz aklı prensi olmalıydı. Ama ne? Biraz şalvarlı prenses. Ha. Neyse başka şeylere gelir ama. Bəli.
Kestik. Çok havalı. Burada da Qadının Bilmem ne edirlər. Çox qəşəngdir bu arada. başlayıp yere kapattım onu. Ay iğnemden. Bu iğne. Üçüncü gəlirsə deməli ola bilər. Belə dibi qalsın. Ay yox qalmayacaq. Belə. Süd atıram. Yox atam. Bu məncə tərkibi elə süddür yox. Qəşəngdir. Nuş olsun. Ya o vaxt dadına özün qərar ver. Şimdi burası bulanın içinde. Fındıklı da ha. Bizim fındıklı atı yok şurada. Mən balaca qatım. Balaca qatım. Balaca sizin. Balaca sizin nədir? Az sizin. Aa, çok üstüne şey çıkıyor. Hə, bəs, bəs. Olabilir mi? Mən bacarmadım. Ben biraz da laveleyeceğim. Süt yoktu öyleyeceğim. Marifet. Neyse oldu. Sütü yeteri kadar var bence. Buyurun. İsteseniz peso kavar ediyorsun. Bence şirinliği de yeteri kadar. İndi tadım test edirik. Yok bu ele bir çay. Görə necədir? Amma məncə qəşəngdir. Acılıq var. Oxurma. Mən baxın. Üzümdür. Özü sevmişsin. Bak bunu götüreyim burada. Blogumuza xoş gəldiniz. Çünki bunu yeməyə. Bizi izləməyə davam ediniz. Enteresan. Qəşəngdir bu arada. Mən bəyəndim. Beğendim. Siz? Mən də bəyəndim. Mən heç kofe Təşəkkürlər. Mən kofe içməyən insan, mən süd və pesov tökmədim. Məncə bu böyük bir nailiyyətdir. Pesok yok, pesoy. Bu da lokumumuzdur. Burada da tarot fallarımız var. Əgər bizlə əməkdaşlığa keçmək istəsəniz, səhifəmi izləməyi unutmayınız. Size indi tarot falının ciddiyetini göstereceğim. Günay 15 Günay 15 promo kodu ilə 15% indirim qazanırsınız. Plus atacağıq, yaxşı? Tamam. Hər birində ya deyirsiniz, ya da ayrı-ayrı söhbətlər yazarsınız ki, bunu Hə, çünki o beyni qarşıca yoxdur. Bunu Bəli, əziz tamaşaçılar, əziz vloqumuzun izləyiciləri, aktiv izləyicilərimiz, hal-hazırda Şəhrəbanu xanımın falına baxırıq. Vloqumuzda bekləməkdə qalınız. Bu Şəhrəbanu xanımcıqdır. Hə, bəli, başladıq. Fincan çok aydın görünür. Çünkü kara leke. Hadi orası geç. Introyu geç. falınız net olur. Birbaşa öz fikirlərini deyin. Baxın. Görsen bakıyorum burası. Amma özü 4 şeyli deyə, 4 Yonca ləçəkli. kimi. Ay, sağ ol. Hə, yoncan biraz mütasiyə olur. Aha. Başka ne var? Çernobillər. Ha, düz değil. Ürək də var. Başa düşmədim orada. Setlər qarışdı. Hayır, yavaş. İptal. Aha, deməli çaçıb deyə vermişik. Yorumluyur bizim üçün. Birinci sağ olsun söz atdı bizə. Deyir ki, əyləncə niyyəti ilə baxır. Falan İmanlı birisidir. burasını kəsərsən. Sən all inclusive. All bahalı kofe. Əfəcim çox indi mən onu Sən bana eləmir, mən sən qismət dağıtım görüm qismət nə deyir mən? Bu cür gələcək 3 xəbər və 3 Biz o maşın demişdik. şeyimizdən xəbər. Ev, maşın, mənim. Yəni bilmirəm ki, day nə deyim. Məncə bundan sonra Özləri itirdi. So biznes açırıq. saat deyəcək. 5 manat da tərəfdə də telefon. yenə mənim dediyimi deyir. Nəlbəkidə qəhvə əsasən bir halqa şəklində toplanır və aşağıya doğru tək axıntı var. Niyə? Çünki boşaltmır. Buradan biz qənaətə gəlirik ki, süni intellekt heç vaxt insanı əvəz eləmir. Bəli. Heç görmədi. Bir neçə görmədi, onu görürəm, insanı əvəz eləmir. Əlbəttə qəhvə falının elmi əsası yoxdur. Mütləq onu Və deməlisən. bunu ənənəvi əyləncə xarakterli bir yozum kimi qəbul etmək lazımdır. Təşəkkür. Yox, o hər rakursu öncə görəcək. Hədə 3 dənəsini çəkəcək. 3 dənə şey. Deməli necə olur? 3 dənə. Üçüncünü fincanın 3 tərəfdən içərisini çəkirik. 3-də Bir dənə nəlbəkinin içərisini çəkirik. Nəlbəki bir dənə bəsdir. Və atırıq ChatGPT-yə. Nəlbəkidə vallahi İndi mən olan istəyirəm olub da. sizə atacağım. Nurayın izləyicilərə. Nurayın izləyiciləri bağışlayın. Silimi açdım, biznesini sildim. Buna qardaşlar. Güzel yazıb. Yazıb ki, bu fincan Nurayın. təmiz görünür.
Ciddiyə. Halda fincanın içinin bu qədər açıq qalması O adətən, demək ki, çox içmiş. adətən ağır bir dövrün arxada qalması və qarşıdakı Ayət mərhələnin hazırlığım. daha sakit keçəcəyi kimi yozulur. Ayaslan canını qurtarır. Əgər subaydırsa, yeni tanışlıq ehtimalı var. Lazımdır. Amma bu fal biz evrənə negativ mesajlar göndərmir. səhər bir gün olur. Amma bu fal özü də şeylədir, elə bil. Deyir ki, amma bu fal romantikadan çox dostluq və ya iş vasitəsilə yaranacaq Hayır, tanışlıq. sən tanıyır. İşte Eşitdiniz, mən də eşitdim. Sən ki, nəsə, fırlat da. Belə? Ay, öz təklif eləməyin. Nəysə, indi onlara ilkində bəsdir. Qoy soysun. Okey. İndi bu adi bildiyimiz rəngdir. Mən Bəli, sizə indi texnologiya göstərəcək Günay xanımı. Kiko yazılıb, amma Günayın. Bəli, baxın. Texnologiya. Biz dənizə gedirik. Burada dəniz var. Elə belə qırana baxmağa, dəniz havası. Ayda burada amma dodağını görməyəcəm. Mən də qıraqlarını bir dəmə şey çəkərəm. Gözəllər bəzənmiş toya gedərlər. Sizlərə əmanət yar oynamasın dırırımdım. Dənizə getmirəm mən normalda. İndi mənim dostlarım baxıb məni öldürəcək. Bəs sən başqa vaxt dənizə gəlmirsən, nə bilim, o çimməyə getmirik. Prosta qırağına gedir. Ay, çox sağ olun. Buyurun, hanımefendi. İndi biz ümid edirəm düz çəkmişəm. Gedirik dənizə də Ay, dəniz çıxdı. Amma yəni ki, buradakı dənizdə şeydir də, çox adam olur. hava yaxşı olanda o da çox amma belə çox sıx adam olmur. Getməndirəm onu. Tombik. Huhu. Qolaq, qolaq. Baxın dostlar, əslində yapraq dökümü zaratda çəkilib. Bu böyle bir sirdir. Ancaq Sara fəhli bilir. Baxın, oradakı şey oxşar, bu inək çox pis yerdə dayandım, çox riskli yerdə dayandım. Bax, bu ağacı deyirəm. Bu yapraq dökümünün çəkildiyi ağac buradır əslində. Bu sirri mən sizə deyirəm, siz heç kimə deməyim. Oradakı dəniz, oradakı nədir, başqa yer dəniz var. O dəniz bura qədər olubmuş, hətta daha qədər olubmuş, sonra çəkilib. Görürsünüz. Bu ağlarda, mənə baxın, bu ağlarda şeymiş, duz imiş. Enteresan. Yəni bir də fikirləşəndə ki, buracan dəniz şey olub, buracan olub əslində dəniz, belə fikirləşəndə çox deyir. Adam çox, yəni bu neçə ilə belə çəkilib ki. Amma mənə dedilər ki, alınan infolara görə 3 ilə belə çəkilə bilirmiş. Heç dənizə 2 ildir bəlkə dənizə getmirəm mən. İlk dəfə gəldim. Baxın nələr tapdım. Xərçəng. İlk dəfə canlı görürəm, bu arada heç görməmişəm. Qəribə. Hisslər. Çox da xoş enerji vermədi bu, bunu burada qoyuram. Öz təbiətinə qoyuram, ölməyinə baxmayaraq aparmıram özümdən. Balıq qulaqlarını aparıram. Bu bəsdir mənə. Qaydırıq, necə düşürəm? Saçım başım nə gündədir, heç bir məlumatım yoxdur. Telefonum zaten çox azdır, 6% zaten. Mən yemə zaten qoymalıyam. Sonra da yola düşməliyik. Biz dənizə getdik, gəldik. O qədər yoruldum ki, 5 gün, cəmi 5-10 dəqiqə dənizin qırağında. Cəmi 5-10 dəqiqə dənizin qırağında qaldıq da, yəni prosta bir hava aldıq da. O qədər mənim yuxum gəldi ki, mən getdim orada divanda yatdım burada. Biraz utanmaz. Gəldim buranın divanında yatdım. Biraz istirahat elədim. Çox yuxum gəldi. İndi yenə çay içində birazdan gedəcəyik. O qədər maraqlı oldu ki, göstərim sizə yatdım divanda göstərim. Burada biraz yatdım. Deniz, dağ, meşe. Ay, çok maraqlı bir gün idi. Aysel, ne yapıyorsun? Necə keçdi bugün? Çox maraqlı keçdi. Başlar biraz dəniz dalğası vurub, amma bugün çox punktual keçdi. Biz tam vaxtında şeydəydik, Şamaxınkada, amma necə olsa gecikdi yaxırda. Onu heç burada deməyəm. Kəsin buranı, kəsin. Bizim
Bizim artıq bugünkü Zarat vloqumuz bitdi. Çox qəşəng bir gün keçirdik həqiqətən. Çox mən huzurlu hiss edirəm özümü. Mən biraz stressliydim IELTS-ma falan görə. Yaxşı gəlmişəm, yəni gəlməməyi düşünürdüm hətta, amma yaxşı gəlmişəm. Çox əla bir gün keçirdik. İndi fikirləri alacağam. Bəli, buyurun Kaxam. Gəlin siz belə günəş işığına qarşı. Mən öz işimdə seyrəm. Oo. Əla, hər şey əla. Nəhayət ki biz HR komandası tesimi qırıb çıxdıq. Günəş və bir günəş. Oo, 2 günəş. Əla idi hər şey. Əla, super. Gedək. Necə idik Naxam? Bəli, məzuniyyət öncəsi. Oo, nə qəşəng görünür. Gəlin siz. Məzuniyyət öncəsi very relax. Mən də IELTS öncəsi very relax. Üzüm o qədər gözəl keçdi ki, üzüm parılsın görürsüz də. Mən də məzuniyyətimə bir gün qalıb. Məzuniyyətə çıxmağıma bir gün qalmış. Ucu məzuniyyətə başladım. Hə. İkinci gün, hə. Birinci gün gəlsin. Birinci işdən də. Belə multi super gün olacaq.